Azərbaycanda istirahət etmək sizin büdcənizə uyğundurmu? Yox. Niyə? Maaş azdır da. Bizim büdcəylə hara gedə bilərsən? Bəlkə qonşu qəsəbəyə, ya kəndə belə. Maaşlar çox azdır, pensiyalar çox azdır. Yəni ki, yox, mümkün deyil. Bu il istirahət eləmişsiniz məsələn? Yox, eləməm. Niyə? İş yoxdur işləməyə, ona görə də belə qalmışıq. Bilgaha getmişdik. İstirahət mərkəzi var, orada dincəlmişik 2 həftə. Mən işləmirəm, təqaüdçüyəm. Yəni təqaüdümə o qədər də uyğun olmadı. Yəni ki, ailəmin köməkliyi ilə getdik, biz dincəldik. Yəni Azərbaycanın o qədər gözəl yerləri var ki, adam gedib orada gedə bilərdi, Qəbəliyə getmək olardı, Lənkəran zonasına getmək olardı. Yəni biz qiymətlərə baxdıq, gördük ki, yəni uyğun deyil, bizə uyğun deyil, həmən qiymətlər bahadır. Deməli, istirahət xərcləri bəli, büdcəmə uyğun oldu ki, getdik. 10 gün uyğun oldu, yəni bir ailə kimi Nabranda istirahət edir. Yəni Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin həmkarların köməyi də, dəstəyi də bizə oldu. Biz Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin məşqçisiyəm və onun xidmətlərini istifadə edir. Sizin cibinizə uyğundurmu Azərbaycanda istirahət etmək? Yox. Eləməmişik xanım, eləməmişik. Eləməmişik, yox. Çünki imkan olmayıb. O imkan olduğuna görə eləməmişik. Yəni evdə qalmışıq da, öz evimizdə istirahət eləmişik, başqa yerdə yox. İmkan yoxdur deyəndə nəyi nəzərdə tutursunuz? Yəni işləmirik, eləmirik də, yəni iş gücü yoxdur, çətinlik çəkirik, özümüz kirayədə qaldıq, yəni imkanımız olmadığı üçün yox. Necə deyilə, balaca bir ön ellə sürür. Hamı necə bizə belə. İstirahət eləyə bilmirəm, nətər yedim, elə ancaq yeməyimə deyil, xəşləyirəm. İstirahətimi nətər edeyim, yaxşı, nətər yol pulunu nətər edeyim, istirahətə nətər yedim edeyim. Heç bu aydan o aya görmür. Qızım institut qutarıb işləmir. Magistra giribdir, ödənişlidir, ödəyə bilmirik, belə qalmışıq. Özüm xəstə adamam, pensiya alıram, pensiya ilə ötüşürük. Ailədə, yəni anama işdən verilən, yəni tətil nəticəsində gedib tətil eləmişdik. Yəni ona görə deyirəm ki, işlə bağlıdır. Belədir, büdcəyə uyğundurmu? Yox deyərdim. Yəni çünki istirahət mərkəzlərində, istirahət yerlərində qiymətlər yuxarıdır. Yəni büdcəyə o qədər də uyğun gəlmir. Özüm turizm işçisiyəm, amma xarici daha üstün tutardım. Çünki xaricdə qiymətlər nisbətən daha aşağıdır Azərbaycandan. Belə, all inclusive hər şey daxil paketlər var. Bizim daxili regionlarımızda 5 yıldız otellərin qiymətləri biraz daha yüksəkdir. Bir həftəlik getmişəm Şəkiyə. Yəni öz yerim idi deyə bəlkə də büdcəmə uyğun gəldi. Başqa yer olsaydı yox. Azərbaycanda ancaq işləmək lazımdır. İşləməyənsə adam batar, ölər. Ən çoxun evdə olduq. Ancaq Lirikə getmişdik. Getmişdik orada 5 gün. 5 gün yaxşı istirahət elədik. Büdcəmizə uyğundur da, ancaq biz ikimiz də pensiya alırıq. Ancaq oğlum da bizə köməklik eləyir də. Ailəlidir, oğlum özü köməklik eləyir. Elə bir ki, bizim azı 500 manat xərcimiz çıxdı. Öz də hərəmiz 320 manat pensiya alırıq. Yenə deyirəm, oğlum bizə köməkləyir. Yoxsa onunla heç vaxt gedə bilmərik. Necə gedə bilərik? Siz özünüz fikirləşin. Onunla getmək olar, yox, olmaz.